Artıq prosesin növbəti mərhələsində isə fevral ayının 20-si və 21-də havanın temperatüründə artım gözlənilir. Çünki yenə də cənub-qərbdən Aralıq dənizindən fevral ayı sonu xarakterli olmayan mülayim və isti hava kütlələrinin Qafqazın cənubundan keçməsi nəticəsində fevral ayının 20-si və 21-də havanın temperaturunda yenidən bir xeyli artım ehtimalı var. Yalancı bahar gözlənilir. Artıq fevral ayının xüsusi ilə də 22-si və 23-dən başlayaraq Qafqaz ərazisində hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Çünki fevral ayının 21-dən 22-sinə keçən gecə 22 fevral artıq gündüz saatlarından başlayaraq Rusiyanın qərbində toplanan, Xəzərin şimalında, Qafqazın şimalında toplanan soyuq hava kütlələrinin artıq troposferin orta qatlarından siklonun keçməsi nəticəsində Qara dəniz ərazisindən və Aralıq dənizinin başını rütubətlə toqquşaraq Azərbaycan ərazisinə daxil olması gözlənilir. Nəticədə fevral ayının 22-si və 23-də artıq Qafqazın cənubu Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Fevral ayının 25-26-sından sonra bizim hazırda bizim əlimizdə olan məlumatlara əsasən, təhlillərə əsasən fevral ayının 25-26-sından sonraki prosesin güclü olması gözlənilir. Hətta mart ayının ilk günlərində də bu soyuğun təsirləri Azərbaycan ərazisində hiss edilə bilər. Hazırki təhlillərə əsasən qışın son raundu artıq fevral ayının 25-26-sından sonra başlayacaq və mart ayının 1-ci həftəsinin ilk günlərində də Qafqazın cənubunda kəskin bir soyuma ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Fevral ayının 20-si eyni zamanda fevral ayının 21-də yenə də gündüz saatlarında havanın temperaturunda bir xeyli artım ehtimalı var. Yəni yalancı baharın növbəti raundu gözlənilir. Artıq fevral ayının xüsusi ilə də fevral ayının artıq 22-si axşam saatlarına doğru artıq şimalda toplanmış soyuq havanın Qara dəniz siklonları ilə birləşərək fevral ayının 22-sində 23-də və 23 fevral günün birinci yarısından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Əsas məsələ ondan ibarətdir ki, yəni əsas bir soyuma fevral ayının 23-dən 24-dən keçən gecə 24-cü gündüz saatlarından başlayaraq Azərbaycan ərazisində hiss olunacaq. Yəni qışın son raundu, qışın son döyüşü artıq fevral ayının 23-24-dən başlayaraq və ondan sonraki tarixlərə gözlənilir. Ümumilikdə fevral ayının 28-nə qədər olan müddət ərzində Qafqazın cənubundan 3 dəfəyə qədər hava axınlarının soyuq və isti hava axınlarının keçməsi gözlənilir. 3 dəfəyə qədər havanın bir qədər daha çox soyuması fevral ayının 22-si, 23-sü və 24-də gözlənilir. Nəticədə Azərbaycan ərazisində havanın temperaturunun artıq bir xeyli azalması ehtimalı var. Prosesin 3-cü mərhələsi isə fevral ayının sonlarında gözlənilir. Artıq qışın son raundu fevral ayının sonlarında gözlənilir. Fevral ayının 23-sü və 24-də artıq şimaldan daxil olması gözlənilən soyuq hava ilə Qara dəniz siklonlarının bir-birlərinə qarışması fonunda artıq Qafqazın cənubunda hava şəraitinin kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. İkinci proses fevral ayının 23-24-dən başlayacaq. Fevral ayının 24-dən 25-dən keçən gecə və 25 fevral günün birinci yarısında havanın daha da soyuması nəticəsində Bakıda və mərkəzi arasında yağışın sulu qara və lokal xarakterli yaş qara keçməsi ehtimalı var. Artıq üçüncü proses isə qışın son raundu isə fevral ayının 26-sı 27-sindən sonra gözlənilir. Nəticədə xüsusi ilə də ən böyük riskin fevral ayının sonlarında baş verməsi ehtimalı var. Yəni bu isti dalğalarla, rütubətli hava ilə soyuq havanın son döyüşü fevral ayının sonlarında və mart ayının birinci həftəsinin ilk günlərində gözlənilir. Hazırki modelin təhlillərinə də əsasən, yəni Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının artıq sonlarındakı prosesin kifayət qədər kəskinləşməsi üçün münbir sinoptik şəraitin yaranması ehtimalı var. Nəticədə fevral ayının 27-si, 28-sində artıq Qafqazın cənubunda 3-cü dalğanın təsirləri nəticəsində hava şəraitinin kəskin soyuması, hətta bu prosesin intensivliyinin fevral ayının əvvəlki günlərindəki proseslərin daha təsirli olması ehtimalı var. Lakin bu ehtimal 100% deyil, bu proses dəyişəcək. Nəticədə yenilənmiş məlumatların təhlilləri kanalda daimi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bugünkü təhlillərə əsasən fevral ayının sonlarında, fevral ayının 27-ci və 28-cindəki artıq münbir sinoptik şərait nəticəsində
orta troposferdə Avropanın şimal və şimal-qərb hissəsində, orta troposferdə, atmosfer təzyiqində bir xeyli artım gözlənilir. Rusiyanın qərbində, Qərbi Sibir ərazisində, Qazaxıstanda, Xəzər ölkələrində, Qara dənizin şimal ərazisində, Gürcüstanın şimalında, Şimali Qafqazda isə orta troposferdə, atmosfer təzyiqində şimal-qərbi Avropa ilə müqayisədə bir xeyli azalma gözlənilir. Bu proses nəticəsində şimal qütbündən və eyni zamanda Qərbi Sibirdən quru soyuqların artıq böyük bir sürətlə Qafqazın cənubu Azərbaycan arasına daxil olması, bu quru soyuqların Xəzər dənizindəki rütubətlə, Qara dənizdəki rütubətlə və Aralıq dənizindən daşınan rütubətlə birləşərək mürəkkəb hidrometeoroloji prosesə səbəb olması, qar fırtınasının baş verməsi, çovğunun baş verməsi ehtimalı var. Artıq bu prosesin sonrakı inkişafı nəticəsində fevral ayının 27-ci, 28-ci və mart ayının 1-ci həftəsinin ilk günlərində modelin də göstərdiyi kimi prosesin daha da kəskinləşməsi ehtimalı var. Yəni bu proses real zaman ərzində modelin göstərdiyi şəkildə baş verərsə, 3-cü soyuq hava dalğasının fevral ayının 27-ci, 28-ci və mart ayının 1-i və 2-sində Azərbaycan arasında daxil olması gözlənilir. Nəticədə bu proses real zaman ərzində baş verərsə, fevral ayının 27-ci, 28-ci və mart ayının 1-i və 2-sində Azərbaycan arasında qışın son raundu gözlənilir. Azərbaycan arasında əksər rayonlarda, yəni Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Mərkəzi Aralanda, Cəlilabad Astara ərazisində, eyni zamanda Abşeron ərazisində, Bakıda, Sumqayıtda belə artıq qışın son raundu fevral ayının 27-ci, 28-ci və mart ayının 1 və 2-sində gözlənilir. Nəticədə sulu qar və qar yağması, qarın lokal xarakterli intensiv və güclü olması, yaş qarın yağması, ağır qarın yağması, çovğun fırtınanın baş verməsi ehtimalı var. Bu prosesin baş verəcəyini biz əvvəlcədən kanalda dəfələrlə bildirmişdik. Daimi izləyicilər bunu yəqin ki bilirlər ki, hətta modellər bunu göstərməmizdən əvvəl belə diaqramlara baxaraq biz bildirirdik ki, fevral ayının sonlarında Arktikadakı soyuq havanın vaxtından əvvəl dağılması gözlənilir. Bu proses əslində normal bir vəziyyətdə, stabil olaraq mart və aprel aylarında müşahidə edilməlidir. Nəticədə həmin dövrdə əgər bu baş verəcəksə, aprel ayında baş verəcəksə, bu soyuq hava bir qədər zəif olacaq. Çünki artıq yaz aylarında hava yumuşalır və soyuq hava yumuşalaraq Qafqaza daxil olacaqdır. Lakin bu son hava təhlili deyil. Yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə ümumi olaraq atmosferdə gözlənilən ən son dəyişikliklər haqqında yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.